Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında rabitə, nəqliyyat və poçt xidmətləri sayəsində yeni layihələr qeyd olunub. Həmçinin data mərkəzinin yaradılması və daha bir neçə layihənin üzərində işlər aparılır. Ətraflı məlumatları Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə etmişik, izləyək. Dövlət proqramında infrastruktur təminatı, o cümlədən əhaliyə müasir telekommunikasiya, nəqliyyat və poçt xidmətlərinin göstərilməsi yönündə bir neçə istiqamət müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramı icrası istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər arasında nəqliyyat, rabitə və poçt xidmətləri üzrə bir sıra yeniliklər həyata keçirilib. Hazırda isə artan iqtisadi temp nəzərə alınmaqla data mərkəzinin yaradılması və digər layihələrin həyata keçirilməsi üzrə iş aparılır. Sədərək, Naxçıvan, Ordubad və Naxçıvan Şahbuz istiqamətində çətin relyef ərazilər də daxil olmaqla Nazirliyin rabitə mütəxəssisləri tərəfindən 350 kilometrə yaxın fiberoptik magistral şəbəkəsi çəkilərək başa çatdırılmışdır. Fiberoptik kabel şəbəkəsinin çəkilməsindən sonra isə bildiyiniz kimi bu proseslər zəncirvari bir prosesdir. Eyni zamanda VIMS və IP-MPL şəbəkəsinin qurulması da öz aktuallığını meydana çıxarmışdır. Bu istiqamətdə də tenderlər elan olunmuş və təchizat işləri həyata keçirilməkdədir. Onu da diqqətinizə çatdıraq ki, qeyd olunan texnologiya əsasən məlumatların həcmindən asılı olmayaraq məlumat axınının daha təhlükəsiz və səmərəli şəkildə çatdırılmasına şərait yaradan bir yeni bir texnologiyadır. Naxçıvan, Ordubad, Sədərək və Şahbuz istiqamətində çəkilən magistral fiberoptik kabel qeyd olunan bölgələrin fasiləsiz internet təminatına alternativlik yaradıb. Dövlət proqramının icrasına irəli gələn məsələlərdən biri də GPON texnologiyasının tətbiqidir ki, bu da bu çərçivədə vacib amillərdəndir və bununla bağlı da tenderlər elan olunmuş və təchizat işləri həyata keçirilməkdədir. Ki, bu ilin sonuna qədər əgər ehtimal olunur ki, təchizat işləri yekunlaşsa, bu ilin sonundan əgər hər hansı bir texniki məsələlər yaranırsa, gələn ildən etibarən isə ünvanlara GPON texnologiyası ilə internet verilməsinə başlanması nəzərdə tutulmuşdur. Həmçinin ötən dövrdə Nazirliyin tabeli qurumu olan Naxçıvan Poçt tərəfindən əhalinin müasir poçt xidmətlərindən yararlanması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Naxçıvan Poçt Azərpoçtla birgə Muxtar Respublikada pastamatların quraşdırılması layihəsini də həyata keçirməkdədir. Pastamat layihəsinin quraşdırılmasının üstün cəhətlərindən biri bundan ibarətdir ki, sifariş olmuş bağlamaları poçt işçisi olmadan da müvafiq yerlərdə quraşdırılmış pastamat vasitəsilə əldə etmək mümkündür. Naxçıvan Poçt tərəfindən beynəlxalq pul köçürmələri tətbiqinə də başlanılmışdır ki, bu da öz-özlüyündə Muxtar Respublika sakinlərinin heç bir hesab açmadan beynəlxalq pul köçürmələrini transferinin keçilməsinə imkan yaradır. Dövlət proqramının icrası istiqamətində nəqliyyat infrastrukturunun da müasir standartlara uyğunlaşdırılması, xüsusilə nəqliyyatda müasir innovasiyaların tətbiqi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Elektriklə işləyən nəqliyyat vasitələri alınmasına təşviq olunması məqsədi ilə Naxçıvan şəhərində və Muxtar Respublikanın digər bölgələrində 10 yerdə aidiyyatı qurumlarla birgə 10 yerdə monitorinqlər aparılmış və elektrik enerji doldurucu, avtomobil nəqliyyat vasitələri üçün enerji doldurucu stansiyaların quraşdırılması yerləri müəyyən edilmiş və tenderlər elan olunmuş və həmin enerji doldurucu stansiyalar alınaraq Muxtar Respublikaya gətirilmişdir. Və hazırda olan hamısı demək olar ki, quraşdırılmışdır. Kiçik texniki məsələlər də tam həll olunandan sonra onlar artıq istifadəyə veriləcəkdir. Bütün bunlarla yanaşı, Naxçıvanda data mərkəzinin layihələndirmə prosesi də Nazirlik tərəfindən həyata keçirilən vacib proseslərdən biri kimi diqqət çəkir. Data mərkəzinin inşası üçün artıq torpaq sahəsi də müvafiq qurumlar tərəfindən ayrılıbdır və bu istiqamətdə işlər davam etdirilir. Geosiyasi regionda yerləşməsini nəzərə alaq, data mərkəzi Muxtar Respublikası üçün olduqca xüsusi əhəmiyyətə malik bir obyektdir. Xosrov İbrahimov, ATV Səyyad, Samir Mehdiyev, NTV Xəbər.